Allaha səcdə edən adamın müəllimi deyir: "Oğlum, bu dünyada hər şey Allah deyər. Amma insan bunu bilməz. Bunu heç kimsə bilməz. Onu eşidə bilən yalnız Allahdır. Hər canlının, hər cansızın Allah dediyini eşidən sadəcə Allahdır. Çünki Allah bu kainatı yaradıb, hər şeyi O yaradıb. Ona görə də hər şey Allah deyər. Amma insanların az bunu bilər ki, hər şey Allah deyir. Bizə sadəcə normal bir səs kimi gələn bir səslər bəlkə də Allah deyir. Amma insan bunu fikirləşər ki, yox, sadəcə bundan ağacdan səs gəlir, bu küləkdən səs gəlir. Bu yağış sadəcə yağır, onun səsidir. Amma hamısı Allah deyir. Oğlum, yağış yağanda və göy guruldayanda səsi eşidirsənmi? Bəli, müəllim, eşidirəm. Onların çox güclü bir səsi gəlir. Çox yağış yağanda hər tərəfi yağışın səsi götürür. Oğlum, o yağış sadəcə Allah deyir. Göy guruldayanda da, ildırımlar çaxanda da Allah deyir. Onlar hamısı Allah deyir. Külək belə Allah deyir. Əsən zaman külək Allah deyər. Çünki yaradanın adını deyər. Onu Allah yaradıb deyənə sadəcə Allahın adını deyər. Başqa heç bir şey deməz. Sadəcə böyük yaradanın adını deyər. Biz fikirləşə bilərik ki, sadəcə səs gəlir. Yağış normal səsidir. Küləyin normal səsidir. Amma yox, bunlar hamısı Allah deyir. Hər canlı, hər cansız Allah deyir. Çünki bütün kainatı Allah yaradıb. Oğlum, hətta biz belə Allah deyərik. Hər nəfəs alanda, hər göz qırpanda, hər zaman Allah deyərik. Amma bu bizə normal kimi gələr. Sadəcə deyirik ki, nəfəs alırıq. Heç bir Allah demirik axı. Amma yox, yaradanın adını hər göz qırpanda və hər nəfəs alanda, hər yeriyəndə və hər zaman yaradanın adını biz deməsək belə, bizim nəfəs almağımız, gözümüzü qırpmağımız, yeriməyimiz, hər şey Allah deyir. Hətta ağaclar belə Allah deyər. Amma insan fikirləşə bilər ki, sadəcə ağacdır. O necə Allah desin? Amma yox, ağaclar da canlıdır. Onlar da Allah deyir. Külək də Allah deyir. Oğlum, sənin dediyim kimi, yəni hər şey Allah deyir. Sadəcə insana azca bir nəzər yetirməlidir ki, bunlardan nə səs gəlir. Bizim fikirləşdiyimiz kimi boş-boş səs yox. Hamısı Allah deyir. Amma öz içində Allah deyir. Və bu səsi biz eşidə bilərik. Sadəcə biraz vaxt ayırmalıyıq və fikirləşməliyik. Görərsən bu səs niyə gəlir küləkdən? Allah deyir külək. Niyə ildırım çaxır? İldırım belə Allah deyir. Buludlar hər tərəf ağappaqdır və Allah əmr verəndə ki, bu yerə nur yağacaq, yağış yağacaq. Onda o yer yağış yağır və nur yağır. Ondan sonra da hər tərəf bərəkətlənir. Allahın istəyi ilə hər şey olur bu dünyada, kainatda. Biz desək belə, deməsək belə, Allah ən gözəl yaradandır və ən gözəl hər tərəfi nurlandırandır. Allahdan başqa heç bir nur yoxdur. İnsanların nuru, bütün kainatın nuru sadəcə Allahdır. Başqa heç bir şey nur yoxdur. Sadəcə nur Allahdır. Biz fikirləşə bilərik ki, nuru dünyada tapa bilərik. Öz nurumuzu, amma yox. Bizim də nurumuz Allahın yanıdır, cənnətdir. Və Allahın yanında olmaq üçün də ürəyimiz təmiz və niyyətimiz də təmiz olmalıdır. Və biz fikirləşə bilərik ki, bəs bu dünyada yaxşı, rahat yaşaya bilərik. Amma ölümün də sonu yoxdurmu, oğlum? Axırda Allaha qayıdacağıq. Ona görə də fikirləşməliyik ki, ən gözəli nədir bizim üçün olan? Əlbəttə ki, Allah bizim üçün ən gözəlini hazırlayıbdır. Cənnət hazırlayıbdır. Sadəcə bizim nəzər yetirməyimizi və sadəcə ona inanmağımızı və heç bir zaman pis niyyətli olmamağımızı və ürəyimizin tərtəmiz olmasını, heç bir kirlilik olmamasını istəyər. Ona görə də hər zaman yaxşı bir insan olmaq lazımdır və o yaxşı insan olmağa görə çalışmaq lazımdır. Əgər insan çalışsa, Allah sevinər və Allah görər ki, o insan çalışır. Amma Allah görəndə ki, heç bir insan çalışmır və heç nə etmir. Sadəcə gözləyir və hər zaman deyir ki, görən mən cənnətdə mi olacam, yoxsa cəhənnəmdəmi? Həmişə belə deyir bəzi insanlar. Heç nə etmir, amma cənnət hazırlayır. Amma çox çalışan və
hər şey edən insan deyir. Allah mənə nə qismət edərsə, nə alım yazıma yazıbsa, onu da Allah öz bildiyi kimi etsin. Ona görə ki, ən gözəl bilən Allahdır. Ondan gözəl bilən heç kimsə yoxdur. O bütün kainatın gələcəyini və keçmişini, hər şeyini bilən sadəcə tək odur. Tək yaradan, tək qüdrətli olan odur. Onun sözündən heç bir canlı, cansız çıxa bilməz. Və insan tamamilə Allaha bağlı olanda Allah da sevinər və deyər ki, əsl qulum budur, o mənə çox bağlıdır. Amma insan yalandan deyəndə ki, Allah görürsən mənə cənnət mi verəcək, yoxsa cəhənnəm, heç nə etməyən bir insan bunu deyəndə Allah da deyəcək, sən heç cənnətə belə yaxın ola bilməzsən, cəhənnəmə belə yaxın ola bilməzsən, heç bilinməz sənin halın, gümanın nə olacaq. Ona görə də həmin insan cəhənnəmdə də olur və sonra deyir ki, mən heç cəhənnəmlik üçün də bir şey etmədim, axı pislik etmədim. Heç özünə belə xeyir gətirə bilməyən insan cənnətə ya da cəhənnəmə geçəcəkmi, o özü də bilmir. Amma Allah onu cəhənnəmə qoyanda deyəcək ki, mən gərək heç olmasa yaxşılıqlar edərdim. Amma onda artıq gec olacaq. Və səcdə etməyən adam deyir, müəllim, sizə bir söz deyəcəm. Müəllim deyir, de oğlum, nə deyəcəksən? Müəllim, indi cənnət və cəhənnəm deyirsiniz. Bəlkə bizim düşündüyümüzdən daha da ayrıdır bunlar. Necə oğlum, başa düşmədim, deyir müəllim. Müəllim, indi cənnət və cəhənnəm deyirsiniz, bəlkə ki elə bir dünya yoxdur. Oğlum, Qurani Kərimdə yazıbdır, var. Bəlkə, hə, düz deyirsiniz, müəllim, var, amma bizim düşündüyümüz kimi deyil. Oğlum, sən biraz düzgün deyə bilərsən, bizim düşündüyümüz kimi olmaya bilər. Elə hər şey düşündüyümüz kimi olsaydı, onda insan çox rahatlıqlı olardı. Amma birinci ürəyin təmiz olmalıdır. Qəlbində təmizlik, heç kimin ürəyini qırmamaq, qəlbini qırmamaq və heç kimə pislik etməmək və sonra namazını qılmaq. Əgər kimisə qəlbini qırıb, sonra da kimisə pislik edib namaz qılırsansa, o namaz qəbul olunmur. Allah da səni cənnətinə qoymur. Deyir ki, sən pislik edib mənim huzuruma gəlirsən və məndən cənnət mi istəyirsən? Ona görə də bəlkə də sən haqlısan, deyə fikirləşirəm oğlum. Və səcdə edən adam deyir, müəllim, Qurani Kərimdə hər şey yazılıb axı. Düz deyirsən oğlum, Qurani Kərimdə hər şey həqiqətdir və hər şeyi Allah özü yazıb peyğəmbərləri ilə göndərmişdir. Amma ola bilər ki, cənnət və cəhənnəm bəlkə də bizim fikirləşdiyimiz kimi Səraat köprüsü olaraq keçən bir ad var. Elə olmasın yəni, bəlkə də başqa cürdür. Çünki Allah hər qulu görər və deyər ki, bu mənim əsl qulumdur. Və onu ayrı cür imtahan edib cənnətinə və yaxud cəhənnəminə qoyar. Amma insan ruh olaraq o dünyaya gedəndən sonra Allah o dünyada insana bədən mi verəcək? Yəni təzədən insan mı olacaq o dünyada insan? Təzədən həmənki kimi yaxşılıq edə bilərmi, pislik edə bilərmi yəni deyə fikirləşirəm. Bəlkə də bu şagirdim doğru deyir. Ola bilər, bu dünya çox qəribə dünyadır. Bu dünyada hər şey ola bilər. O dünyanı tamamilə sadəcə Qurani Kərimdən öyrənirik biz. Necə olur, necə olmur. Amma Allahın dediyi kimi, heç gözün görmədiyi, heç bir qulağın eşitmədiyi cənnətlər hazırlayıbdır. Cənnət hazırlayıbdır hər insana. Hər insanın cənnəti, cəhənnəmi özü əlindədir. Yaxşılıq etsə cənnət tapar, yaxşılıq etməsə cəhənnəm tapar. Amma həqiqətən cəhənnəm bəlkə də düşündüyümüz kimi alovlarladımı? O çox yəni fikirləşmək lazımdır, bilmirəm. Mən o qədər kitab oxumuşam oğlum, həqiqətən. Amma biraz fikirləşsən, bəlkə də həqiqətən cənnət və cəhənnəm ayrıdırmı? Ya da insan sadəcə həqiqətən ruh olaraq cəhənnəmə mi, cənnətə mi gedəcək? Bu çox bilinməz bir sualdır oğlum. Bunu sadəcə insan ölüb və qayıdarsa, onu Allahın izni ilə o bilər. Ya da astral səyahət dedikləri və insanın ruhu bədənindən çıxıb cənnəti ya cəhənnəmi hər tərəfi gəzə bilər. Əlbəttə ki, bu doğrudur. 7 qatmandan oluşa bilən bir dünyadayıq, yəni. İnsanın ruhu qatman-qatman gedib, amma cənnəti görə bilməz. Çünki Allah özü Qurani Kərimdə deyir ki, insan cənnəti ya eşitməyəcək, ya görməyəcək. Heç kimsənin bilmədiyi bir cənnət hazırlamışam, Allah deyir. Amma bəzi şeyləri bəli, görə bilər. Məsələn, alt qatmanları və bəzi ruhları. Çünki bütün ruhlar ayrıdır və onların hərəsinin öz yeri vardır.
Bəlkə də bu şagirdim düz deyir. Ola bilər, bu dünyadır. Hər şey ola bilər. Yəni insanın ruhu cənnətə gedə bilər ya da o astral səyahət kimi gəzə bilər və o dünyada itmək cəhənnəm kimi bir şeydir. Yəni o dünyada itsən cənnətə qalarsan. Abunə olun, ailəmiz qadın hər kəsə təşəkkürlər.